hal-hazırda qarşımızda çox istedadlı və ölkənin əməkdar artisti Akşin Abdullayevdir. Salamlayırıq sizi. Xoş gördük. Xəbər Show izləyicilərini hər birinə xoş gördük deyirəm və əminəm ki, bu müsahibə sizin üçün maraqlı olacaq. İnşallah. Akşin bəy, səsiniz, sənətiniz, təqdimatınız toylarda çox mükəmməldir, amma efirlərdə, sosial şəbəkələrdə çox az görünürsünüz. Səbəb nədir? Ola bilər toylara başınız qarışıb? Mən deməzdim. Əslində səbəbin biri ondan ibarətdir ki, mən efirlərdə əslində oluram, amma çox efirlərə çıxmağı tərcih eləmirəm. Çünki elə efirlər var ki, doğrudan da məndən uzaqdır. Orada olan mövzular, orada olan mübahisələr, orada olan ortam mənə uzaqdır. Çünki hər zaman birinci istəyim olur ki, sənətimlə qabağa gəlim və ya da sənətimlə göz önündə olum. Amma sosial şəbəkələrdə isə ümumiyyətlə açığı deyim ki, mənim üçün çox çətindir. Yəni, ya ola bilər ki, mən sosial şəbəkədəki olan kontekstdən çox uzaq bir insanam. Ya da ola bilər ki, mən yəqin ki, uyğunlaşa bilmirəm. Aha. Bundan sonra mən varamsa mütləq uyğunlaşacaqsınız. İnşallah. Səsiniz Bakının ən dəbdəbəli toylarından gəlir. Maraqlıdır, sizin üçün bu daha çox məsuliyyətdirmi, yoxsa? Ümumiyyətlə, hər bir insan işini görəndə ən professional formada görməlidir və ən birinciyə yüksəlməyi, bacarmağı özü üçün bir məqsəd seçməlidir. Mən bu sənətə gələndə də o sənətlə gəldim ki, Üzeyir Hacıbəyev musiqiləri, Tofiq Quliyev musiqiləri, bu əsərlərlə gəldim ki, yəni ən yüksək forma hansıdırsa onu mən fəth eləyə bilim. Və toya da girişməyimin səbəbi, yəni toy aləminə gəlməyimin məcburiyyətdən gəldim. Amma məcburiyyətdən gəlsəm də düşünürəm ki, burada da ən yaxşısını eləməliydim. Yəni ilk Azərbaycanda deyərdim ki, toy sferasında orkestr anlayışını mən yaratdım. Çünki niyə görə? O vaxtlar həmişə 7 musiqiçi və s. Ancaq mənim birinci addım atdım, skripkalar əlavə elədim, fleyta əlavə elədim, kanun əlavə elədim və bunların heç biri belə deyim, şəkil çəkmək üçün yox, sırf hər birinin öz ifası və vaxtı var idi. Ona görə əlbəttə ki, mənim üçün hər bir an məsuliyyətlidir. Ümumiyyətlə, mən o qədər məsuliyyətli insanım ki, mənə fəxri ad veriləndə də, məsəl üçün, mən düşündüm ki, artıq mən hər addıma fikir verməliyəm ki, çünki o fəxri adı daşımağı bacarmalıyam. Bu günlərdə əgər ən yaxşı toylarda ola bilirəmsə, ölkənin bir nömrəli səhnələrində çıxış edə bilirəmsə, demək ki, bu mənim məsuliyyətimdən irəli gəlib və bu mütləq məsuliyyətli olmaq lazımdır. Ad demişkən, maraqlıdır, əməkdar artist adı sizin toy və səhnə seçimlərinizə təsir edirmi? Əlbəttə edib, yəqin ki edib. Çünki insanlar görürlər ki, əgər bir dövlət olaraq da ölkə başçısı da mənə etimad edibsə, onlar da daha rahat, daha ürəklə etimad edirlər və buna görə də əlbəttə ki, mən dövlətimə borcluyam hər zaman. Aha. Sizcə yaxşı səs yoxsa düzgün təqdimat? Bunlar hansı sizə daha uyğundur? Əslində məndə yaxşı səs, amma düzgün təqdimat çox önəmlidir. Ona görə ki, yəni ola bilər ki, o yaxşı səs ömür boyu papaq altında yata bilər. Necə ki, indiki dövranda baş verir bu. Yəni daha yaxşı təqdimat olur, amma halbuki o insanın qabında heç nə yoxdur, amma daha irəli gedir. Amma düşünün ki, həm səs, həm də təqdimat ikisi birlikdə vəhdət tələb eləsə, daha da gözəl olacaq. Mən düşünürəm ki, bu iş birliyində də mənim səsim və sizin düzgün təqdimatınızdan hər şey yaxşı olur. Bəli, mən çox rahatam. Çünki doğrudan da sizin sənətiniz və səsiniz var. Akşin bəy, maraqlıdır, Bakı toylarını bölgə toylarında fərqləndirən nədir? Biz əslində bölgə toylarında çox az nadir hallarda oluruq, amma olmuşuq Gəncə şəhərində və digər bölgələrimizdə olmuşuq. Bakı toyları daha səliqəli, daha səlis keçir, amma bu o demək deyil ki, bölgə toyları səliqəsizdir. Sadəcə olaraq bölgə toylarında daha çox bu günləri belə deyim, niyəsə, nədənsə bilmirəm, amma digər, məsəl üçün, bölgə cəmaatı, gəlin baxın, fərqi tam sizə aydın deyəcəm. Bakı toylarında insanlar daha çox keyfiyyət axtarırlar. Yəni, onlar üçün maraqlı deyil ki, məsəl üçün, Akşini hamı tanıyır, yoxsa yox. Bakı toylarında, məsələn, onlar axtarırlar ki, daha səliqəli, daha səhmanlı, daha səsi gözəl olsun. Əlbəttə ki, müəyyən bir faizdən danışıram, lüks toylardan danışıram. Amma bölgə toylarında əsaslar olsun ki, onlar reklama daha çox önəm verirlər. Məsəl üçün, onlar üçün maraqlı deyil ki, bu daha yaxşı mı oxuyur, yoxsa reklamı çoxdur. Reklamı olanı birinci çağıracaqlar və ən yüksək qonorarı da ona verəcəklər. Amma tanınmayanda bölgə toylarında qəbul olunmur. Aha. Akşin bəy, maraqlıdır, sənətdə sənətkar kimi görürük Akşin bəy. Bəs həyatda necə bir insandır?
Həyatda valla mən hamı bilir məni tanıyanlar, hər zaman sadəliyimi qorumağı seçmişəm. Əslində insanın özünə sadə deməyi də bir bəlkə sadəsizlik sayıla bilər, amma mənim üçün bir deviz olaraq, məsəl üçün mənim müəyyən bir etaplar keçmişəm bu həyatda özümə. Hansı ki mənim heç nəyim yox idi, heç bir nə evim var idi, nə maşınım var idi, nə normal qonorarım var idi. Həmin zamanlar özümü necə aparırdımsa, bu günləri də müəyyən bir etapa çatmışam, artıq müəyyən bir belə deyim də pilləyə gəlib çatmışam. Həmin o akşini qorumağa çalışıram. Və hər zaman da ətrafımda ən yaxın dostlarıma deyirəm ki, birdən mən ola bilər sizin gözünüzdə. Çünki digərlərinin gözündə bəlkə də mən pis görünə bilərəm, yekəxana görünə bilərəm. Bu ola bilər. İnsanı tanıdıkca görürsən ki, o necə insandır. Amma siz dostlarım artıq məni yekəxana kimi görsəniz, mən biləcəm ki, deməli mən dəyişmişəm. Ona görə hər zaman dostlarıma demişəm ki, mənim üçün ən önəmli əvvəlki akşini qoruyub saxlamaqdır. Aha. Akşin bəy, bəs bu sənətə gəlməyinizdə, bu günləri Akşin bəyi möhrünü vurmaqda kiminsə dəstəyi varmı? Kiminsə dəstəyi yoxdur desəm, düz olmaz. Kiminsə dəstəyi var desəm, o da düz olmaz. Çünki mənim zəhmətimin hesabına mən bugün bu pillədəyəm. Mən bilirsiniz ki, bugünə kimi yəni açıq deyim, hətta duet belə oxumamışam ki, məsəl üçün deyəsiniz ki, məsəl üçün indi biz Aygün bəylərlə bizim duetimiz olub, amma o duetimiz bizim olub belə deyim televiziyada və bir veriliş zamanında. Əlbəttə ki, dəstək var desəm də düzgün olmaz, yoxdur desəm də düzgün olmaz. Çünki öz zəhmətimlə bu pilləyə çatmışam. Amma müəyyən bir etaplar olub ki, onların hər biri əslində mən bir dəstək kimi qəbul edirəm. Məsəl üçün, mən bu günləri bir verilişdə çıxış elədimsə, o da mənim üçün bir dəstəkdir. Bir bəstəkardan bir musiqi almışamsa, yaxşı mahnı veribsə, o da bir dəstəkdir. Bu günləri mən əgər toylarım boldursa, artıq mənim musiqiçilərim mənim yanımda olub, kollektiv formada mənə dəstək olublar. Yəni bir yerdə olmuşuq ki, bu dəstəkdir. Amma tamamilə bir əlimdən tutub bura gətirən əlbəttə ki, elə mən özüməm. Özünüzsünüz. Bu günləri minnətdar olduğumuz yeganə insan məsələ Akşin Abdullayevdir. Mən də elə düşünürəm. Aha. Akşin bəy, bu günləri sənət adamları var ki, statusa görə çox belə mənəm deyirlər. Sizcə bu statusdan istifadə etmək düzgündürmü? Qətiyyən, mən müsahibənin əvvəlində də dedim ki, heç bir insan öz statusundan istifadə edə bilməz. Bu günləri əksinə o statusdan istifadə etmək səni daha da gözdən sala bilər, daha da səni aşağı sala bilər. Əgər sənin üzərində hər hansısa bir status varsa, bu səni daha da sadələşdirməlidir, daha da sənin boynuna yük düşür ki, insanlara özünü düzgün təqdim edəməlisən. Akşin bəy, elə olub ki, bəzən ifaçılıqla yanaşı aktyor kimi də səhnədə... Əlbəttə ki, mən üns yaradıcılıq səhnəsinin aktyoruyam, ümumiyyətlə mən özümün... Ümumiyyətlə, toy bazasında təqdimat zamanı aktyor kimi də rol almaq sizin işinizə dəstək olurmu, yoxsa yox? Əlbəttə olur, əlbəttə olur. Bu günləri mənim toylarım zaten bir konsert formasında keçir. Və mən toyda özüm aparıcılığımı edirəm, özü də çox yaxşı formada. Bəygəlinə düzgün təqdim etmək, onlara düzgün ssenarilər bəxş etmək, yönləndirmək və bunlar elə hamısı bir səhnə işidir. Aha. Akşin bəy, bu günləri Akşin bəy Bakıda toy sahəsində özünü zirvədə görür, yoxsa yox? Əslində hə, görürəm. Təvazökarlıqdan uzaq da olsa görürəm. Aha, buna səbəb nə ola bilər? Buna səbəb yenə deyirəm, mənim işim, idarə etdiyim toylar və elə belə deyim, çox məşhurlarla qonorarımızın eyni olması. Akşin bəy, mən az öncə sizin canlı ifalarınızı dinlədim və sizin gözəl səsinizin şahidi oldum. Bildiyim qədər 2 dənə konsertiniz olub. Niyə ara verirsiniz? Niyə konsertlər sizdə təşkil olunur? Çünki konsert məsuliyyəti çox böyükdür, çox yüksəkdir. Eyni zamanda konsertdə böyük məbləğdə məvaciblər lazımdır. Və konsertdən belə deyim, qonorar əldə etmək Azərbaycan şəraitində bizim şəraitimizdə mümkün olmur. Ona görə, amma düşünürəm ki, yaxın gələcəkdə yenə konsertim olacaq.
Bu versiya var. Məşq edənlər, məşq edənlər. Vallahi 5 nəfər çıxır. Ne güzel. Akşin Bey her Hoş zaman geldiniz. Sağ salam, olun, sağ olun. necəsiz? Her Necəsiz? zaman toydan bir neçə saat önce bu çıxışlar olur. Mütləq soundchecklər eləyir ya valla. Bir də indi bu mahnını bilirsiniz ki, bu bizim milli bir mahnımızdır. Bəli. 6-8 üzərində qurulan heç xəbərin yoxdur sənin. Onu yeni bir versiyada eləmişik. Aha. Tam lirik bir musiqi. Çünki bunun sözləri də əslində məncə bu lirikanı tələb eləyir. Aha, ona görə ən dəbdəbəli toyların məsələ aparıcısı da, ifaçısı da sizsiniz. Var olun, çox sağ olun. Uğurlar arzu İnşallah ki, edirəm dəyər sizə. verənlər var olsun. Gəlmişəm bugün ancaq sizi dinləməyə. Gəlin, böyük məmnuniyyətlə biz daha da ürəklənəcək ki, ən yaxşı ifaları səsləndirək. İnşallah.